Salam hörmətli izləyicilər. Bu dəfəki qonağımız Qafqaz Tarixi Mərkəzinin rəhbəri, tarixçi alim Rizvan Hüseynovdur. Rizvan bəy, xoş gördük. Salamlayıram Səxavət bəy sizi, bizim dəyərli izləyicilərimizi. Təşəkkür edirəm Rizvan bəy, minnətdarım. Rizvan bəy, bu İran-İsrail-Amerika müharibəsi artıq demək olar ki, bir aya yaxındır, deməli, davam edir. Və əməliyyatlar başlayanda və bir çoxları ümumiyyətlə həm Azərbaycanda, həm dünyada bir çoxları elə düşünürdülər ki, artıq hər şey dəyişəcək. Amma İranın dirənişindən sonra əslində hər şey dəyişdiyinin də həm də şahid oluruq. Yəni, əvvəl başlayanda Amerika üçün hər şey dəyişəcək deyirdilər, indi tamamilə başqa bir şey dəyişəcək. Rizvan bəy, bu şərtlərdə, yəni biz müharibənin sonu nə olacaq bilmirik. Amma bu şərtlərdə Körfəzin taleyi necə olacaq, Boğazın taleyi necə olacaq, ümumiyyətlə quru əməliyyatlar keçiriləcəksə, Bəhreynin, Küveytin taleyi necə olacaq? Ümumiyyətlə bundan sonra yeni dünya düzəni deyirlər. Bu yeni dünya düzənini necə görürsünüz? Deməli, Səxavət bəy, bu müharibənin gedişatında bizim üçün bəzi mətləblər tam aydın oldu. Elə məsələlər var idi ki, təxmin eləyirdik, açıq aydın bəlli oldu. Elə məsələlər var idi, ümumiyyətcə o haqda biz heç düşünmürdük. Elə rəsmi şəxslərin, Amerikanın, İsrailin, İranın rəsmi şəxslərin dilindən anladıq ki, burada savaşın məqsədi nədir? Yəni, əsas bizə nə lazımdır sadə insanlara? Anlamaq ki, bu niyə baş verir? Yəni, mən razı deyirəm o yanaşma ilə ki, bu savaşı başlayan tərəflər kütbeyindir, işini bilmirlər. Biz buradan oturub hər şeyi çox gözəl anlayırıq. Bu, yəni, istər Amerika Birləşmiş Ştatlar, istər İsrail, istər İran. Məqsədlər qoyulub və əsas aktiv tərəf İsraillə Amerika Birləşmiş Ştatlarıdır. Ki, bunlar danışıqların faydasını görmürlər. Sual da irəli, bəs danışıqların predmeti nə idi? Düzdür, bizə deyirlər nüvə məsələsi, İran nüvə tədqiqatlarını dayandırmalıdır və s. Amma elə müharibənin gedişatında Trump'ın, əsas Trump'dır da burada səhər bir şey deyir, günorta bir şey. Amma ümumi dediyində həmişə bir algoritm var, təkrarlanan. O rap, rap deyən ustalar var, musiqiçilər. Orada təkrar olunan sözləri tutursan, anlayırsan ki, bu nə demək istəyir, dərdi nədir bunun. Burada əsas dərd neft qazdır. Başa düşürük ki, Hörmüz boğazıdır, Fars körfəzindən nəql olunan neft qaza nəzarətdir. Amma dünən Trump və onun köməkçisi Rubio çox maraqlı açıqlamalar verdilər. Hansılar ki, bəzi mənim şübhələrimi elə bil ki, təsdiqlədi. Açıq-aşkar Trump dedi ki, bizə nə var? Hörmüz boğazında, Fars körfəzində nə baş verir? Biz Amerika olaraq dünyanın, Səudiyyə Ərəbistan və üstə gəl bütün dünyanın neft ehtiyatlarını deyir, bir qırağa qoysuq, Trump'ın sözündən belə çıxdı. Və Amerika qitəsində, yəni Venezuelanı da nəzərə alır. Ümumi bizdə 3 dəfə çoxdur ehtiyatlar və kəşflər çoxalır, gecə-gündüz deyir, bəs kəşflər gedir, yeni yataqlar çıxır Amerikada. Ona görə biz özümüzü təmin etmişik və bizim üçün belə başa da axıracan sözünü demədi. Belə bəlli oldu ki, bu müharibəni başlayan Amerikanın marağı o idi ki, Avropa, Çin, əsas bilirsiniz təchizatı Hörmüz boğazından, Fars körfəzindən gəlir. Bunların bütün sxemlərini dağıtmaq üçün. Yəni, müharibənin məqsədlərinin birini budur. Ona görə Trump deyir ki, istədiyimiz məqsədə çatmışıq. Yəni, məqsəd İranı tək darmadağın etmək deyildi. Bu bütün bu zəncirləri, nəqliyyat zəncirlərini, enerji nəqliyyat zəncirlərini dağıtmaq idi. Trump da dünən açıq-açıq, qırmızı-qırmızı dedi ki, buna nail olmuşuq. Hətta bunun qiyməti İsrail dövlətini də təhlükəyə salmaq olsa da buna Amerika gedib. Yəni, əslində, Səxavət bəy, bu İsraildəkilər oturub papaqlarını qoyub fikirləşməlidirlər ki, bunları bu qədər ucuz satdılar. Yəni, o ənənəvi formula ki, Amerika mütləq İsrailin bütün maraqlarını nəzərə alır. Mən biləm, bax, burada İsrailin maraqlarını nəzərə ala-ala Amerika deyəsən tək Fars körfəzi monarxiyaları yox, yəni Səudiyyəni, Qətəri, Bəhəni və s. yox, həmçində İsraili qüdaza verir. Rizvan bəy, əslində bununla bağlı
çox fikirlər var idi və bir çoxları belə düşünürdü ki, həqiqətən də İsraili Amerika xərcləyir bu məsələdə. Və burada əsas məsələ var idi. Məsəl üçün, Yaxın Şərqlə bağlı müharibə başlamamışdan əvvəl İsrail tərəfi bildirirdilər ki, artıq Yaxın Şərqdə hər şey dəyişəcək. Yəni, Böyük İsrail bir iddiası var idi. Sizcə bu Böyük İsrail iddiası bundan sonra mümkün olacaq? Yəni bu iddia ilə bilirik neçə müddətdir çıxış edir. Həm İsrail rəhbərliyi, həm başqa İsrailin siyasətində olan başqa siyasi partiyalar. Mən bilən hələ ki bu yaxınlaşma düzdür. Son 10-15 ildə xeyli yaxınlaşmışdılar. Necə? Suriyanı darmadağın eləyib xaosa gətirməklə. Bundan əvvəl Irakı darmadağın. Bilirsiniz də bu ərazi, bunların iddia elədiyi ərazi Fəraddan tutmuş ta qərbdə Misirdəki Sinaya qədərdir. Böyük bir neçə yüz minlərlə kilometr ərazidir. Bura daxildir İraqın, Suriyanın, Livanın, Şamın əraziləri. Amma son 2-3 ildə əsasən də Suriyada baş verən hadisələrdən sonra İraqda bundan əvvəl təxmini belə deyək, stabillik bərqərar olunandan sonra mən bilən İsrail üçün məsələ, bu Böyük İsrail məsələsi daha mürəkkəbləşdi. Ona görə ki, aktiv oyuna Türkiyə daxil oldu. Böyük siyasi oyuna Türkiyə daxil oldu və arkada Böyük Britaniyanın da faktoru var, hansı ki, bu layihənin qarşısına çıxır. Və indi də İran müharibəsi onu göstərdi ki, bütün bu ərazidə harada ki, istər İsrail, istər Amerika təhlükəsizliyini qurmuşdular. Yəni İsrailin təhlükəsizliyi raket hücumuna qarşı təminatı İraqda, Suriyada qurulan hərbi texnikadır və vasitələr idi. Radiolokasiya və s. Bunun hamısını İran darmadağın etdi. Bundan sonra hələ ki, Böyük İsrail xulyası biraz da çətinləşdi. Əl-əfsus, İsrail siyasətində və Yahudi lobbisində, diasporasında çox bir mənalı da heç qarşılanmır bu layihə indiki vəziyyətdə. Ona görə mən hələ demərəm ki, bu biraz bilirsinizmi, dini məsələdir. Biz sizlə keçən dəfə də müzakirə etdik ki, nə İranla, nə Amerika ilə, nə İsraillə daha fərq yoxdur. Üçü də din üzərində savaşır, dindir. Yəni, əvvəl deyirdilər ki, Avropadır, Amerikadır, İsraildir, dünyavi dövlətdir. Bunların amalları başqadır, yəni demokratiyadır, insan hüquqlarıdır, hər yerdə bunu bərqərar eləmək istəyir. Halbuki görür, ya din üzərində savaşır. Yəni, amma heç olmasa yalandan başqa bir şeylər deyirdilər. Tam açıq Amerika rəhbərliyi, İsrail rəhbərliyi də heç gizlətmir ki, bu dini savaşdır. O baxımdan şəxsən mən fərqini bilmirəm İranla. İran da bəllidir ki, din üzərində savaşır. Güya ki, İslam inqilabının eksportu ilə məşğul edir. İran iflasa uğradı. Elə bilirsiniz, İranın da faciəsi oldu ki, bütün ideoloji düsturlar və ona qoyulan pul hamısı batdı. Suriyada, İraqda və s. Və əks tərəfdə baxırsan ki, dini savaşdır da, bunu bizdən niyə gizlədirsiniz? Əgər bu dini savaşdırsa, onda biz məcburuq başqa cürə baxmağa baş verən hadisələrə. Burada nə dünyavilik, nə demokratiya falan heç izi, tozu da yoxdur. Doğru. Rizvan bəy, Fars körfəzi ilə bağlı faktiki olaraq biz orada Səudi Ərəbistanıdır, istər Bədi, istər Qətər və digərləri olsun. Bunlar həmişə Amerikanın çətri altındaydı. Yəni, müdafiə çətri altındaydı, təhlükəsizlik çətri altındaydı. Eyni ilə Avropada elə bir vəziyyət idi. Və biz görürük ki, əslində Rusiya-Ukrayna müharibəsi də Avropanın bu təhlükəsizliyi ilə bağlı problemləri ortaya çıxartdı. Burada da Fars körfəzində baş verən proseslər də bütün bunları ortaya çıxartdı. Yaxşı, Amerika həqiqətən də yəni bu qədər uzun illərdir, yəni təxminən elə Fars körfəzinə yerləşmək üçün 50 ilə yaxın əziyyətləri olub da, yəni ora yerləşmək üçün 50 ilə yaxın bir zaman keçmişdi. Nə baş verir və niyə görə Amerika birdən-birə həm Avropanı ümumiyyətlə atır kənara, həm Fars körfəzindəki ölkələri atır kənara? Yəni, həqiqətən konkret olaraq onlar üçün Qərb yarımkürəsi önəmlidir? Deməli, yeni düzəndə, necə ki siz dediyiniz, bundan öncəki düzəni əsasən Amerika Birləşmiş Ştatları formalaşdırıb bir neçə mərhələyə. Birincisi, 2-ci Dünya Savaşının nəticəsi olaraq istər Yaxın Şərq, istər Avropanın siyasi, iqtisadi, hər tərəfli düzəninin müəllifi və İsrail dövlətinin də
yaranması, güclənməsinin əhəm müəlliflərindən biri Amerika Birləşmiş Ştatları idi. Sonradan ikinci mərhələ soğuq müharibə başlayanda 50-ci, 60-cı illərdə bu düzən ikinci mərhələdə formalaşdı. Sonra SSR dağılan ərəfədə və ondan sonra üçüncü mərhələ və s. Amma indi bu düzən Amerika Birləşmiş Ştatlarının işinə yaramır. Ona görə ki, Çin güclənir və Çinin əsas güclənməyin faktoru Rusiyadan gələn ucuz enerjidir və Avropa bazarlarına, premium, bahalı bazarına satdığı mallardır. Yəni, iqtisadi model var idi və bu iqtisadi modelin yaradıcısı da elə Amerika Birləşmiş Ştatları və belə deyək də bu ölkənin arxasında duran transmilli maraqlar var idi. İndi isə həmin transmilli maraqlar Amerikanın əli ilə bu düzəni dağıdır ki, komfort zona olan Çin üçün, Rusiya üçün, Avropa üçün komfort və siz deyən o Fars körfəzi ərəb ölkələri üçün yaranan son 50 ildə əsasən komfort zonanı dağıdırlar və enerji sxemini, enerji təminat sxemini dağıdırlar. Ona görə ərəb ölkələri də və sairələri məcburdurlar ki, necə ki Avropa görürük ki, əsasən Ukrayna müharibəsi başlayandan sonra indiyənə kimi özü üçün təhlükəsizlik formatını hələ ki formalaşdırmayıb. Baxmayaraq ki, Trump dəfələrlə deyib ki, gedüz özünüz öz təhlükəsizliyinizi, təminatınızı, təchizatınızı, istər silah, sursat, iqtisadiyyat, enerji təmin edirsiniz və yaxud gəliz məndən 5 bahasına alırız. Hər şeyin qiyməti də falandır. İndiyənə kimi Avropa bir nəticəyə gəlməyib. Məndə şübhələr var ki, ərəb ölkələri hansısa nəticəyə gəlsin. Sadəcə olaraq mən təxmin edirəm ki, ərəb ölkələri necə ki Avropa daha ucuz özünü satmaq istəyir Amerikaya. Yəni, Türkiyə ilə güya müttəfiqlik, alyans yaradılır. Güya ki, Səudiyyə Ərəbistan, Qətər, Qüveyt və s. qoşulurlar Pakistan-Türkiyə alyansına. Misir də buradadır. Bilirsiniz, bu Pakistan, bu deməli, alyansın özəli əslində Türkiyə-Azərbaycan-Pakistan işbirliyidir. Hansı ki, özünü hər tərəfli təsdiq edib. İstəyir hərbi sahədə, istəyir başqa sahələrdə. Nəyə görə Pakistanın nüvə silahı var. Türkiyə dünyanın ən güclü ordularından biridir. Azərbaycan da ən gözəl vasitəçidir. İstənilən dövlət üçün İsraildən tutmuş, Amerikadan tutmuş, İran, ərəb ölkələri üçün hamı üçün gözəl vasitəçidir və heç bir negativ imicimiz yoxdur hələ ki, yaxın şərqdə. Amma Səudiyyə, bu ölkələrin içində ən güclüsü Səudiyyədir, yəni pul kisəsidir. Və bunlar bir ağla gələnə kimi hələ 1000 dəfə vəziyyət dəyişəcək. Baxın, dünəndən İranın faktiki dəstəyinə yeni bir cəbhə açıldı. Xusilər aktiv fəaliyyətə keçdi. Bab-əl-Məndəb boğazı da faktiki olaraq bağlanmaq üzərindədir. Yəni, Fars körfəzi bir qırağa qalsın. İndi əks tərəfdə Qırmızı dənizlə bağlanacaq. Bütün o nəqliyyat, logistika orada da pozulacaq. Yəni, güya ki, buradan İranın icazəsi ilə Fars körfəzindən bəzi gəmiləri buraxırdılar, tankerlər çıxırdı. İndi İran kimə icazə verirdi? Çin və s. İndi bu tərəf bağlanacaq. O da Avropaya gedən yoldur. Yəni, hardan gedəcək? Hətta Fars körfəzindən çıxan gəmilərin yolu kəsilir, ancaq Çinə gedə biləcəklər. Deməli, burada biz görürük ki, böyük sövdələşmə var və Amerika Birləşmiş Ştatlarının rəhbəri deyəndə ki, hər şey plan üzrə gedir, nəyə nəzərdə tutur? Hər tərəfdən Avropaya gedən neft, qaz, enerji dəhliz yolları bağlanılır, tıxanılır. Rizvan bəy, biz həm də bu Rusiya-Ukrayna müharibəsi ilə və İran-Amerika-İsrail müharibəsi ilə nəyin şahidi olduq? Bir, məlum oldu ki, Rusiya ilə döyüşmək olar, Amerika ilə döyüşmək olar. Məlum oldu ki, NATO faktiki olaraq şişirdilmiş bir şeydir. Və həm də məlum oldu ki, məsəl üçün, böyük esminestlər, bunlar heç bir demək olar ki, sadəcə olaraq varlıqlarıdır. Yəni, onların böyük xüsusi döyüş aparsınlar, nə bilim, neynəsinlər. Və reallıqdan gedir, bu müharibədən baş gördüklərimizdən gedir söhbət. Sanki, indiki müasir düzəndə qruplar, kiçik qruplar daha effektivdir. Sizə elə gəlir, yoxsa, ümumiyyətlə, məsələn, böyük qruplar və böyük qruplaşmalar sanki artıq tarixə qovuşurlar. Elə biz bunun şahidi son illərdə oluruq ki, bəs mobil hərbi qruplar daha üstündür. Həmişə də sual ortalığa çıxır, axı niyə
Axı biz öyrəşdik, ənənəvi olaraq kitablardan da oxuduq, gördük. Birinci Dünya Savaşı, İkinci Dünya Savaşı böyük orduların və dövlətlərin savaşı idi. Kimin ordu sayı, texnikası daha çox idi, o da qalib gəlirdi. O, dediyim kimi, dünya düzəni tək siyasətdə dəyişmir, tək enerji dəhlizlərində dəyişmir, həmçinin də hərbi taktikada, doktrinada dəyişir və bir növ biz qayıdırıq orta əsrlərə. Muzlu, balaca, təxmin balaca deyəndə ki, fərqlə baxırıq da, böyük ordudan daha fərqli, kiçik, belə, onlara deyirlər, daha mobil qruplar döyüş tapşırığını effektiv yetirir. Nəyə görə? Bu mərhələdə bütün sahələrdə əsas məqsəd dağıtmaqdır. Düzüb qoşmaq, düzəltmək deyil. Yəni, əldə olan nailiyyətləri qorumaq üçün böyük ordu lazımdır, böyük siyasət, böyük dövlətlərin. Amma dağıtmaq üçün nə lazımdır? Külüngdir, görürük ki, çox kiçik bir alətlərlə böyük bir evləri dağıtmaq olar. Yəni, nöqtələrə vurmaqla, nöqtə zərbələr yendirməklə böyük bir prosesləri dağıtmaq olar. Ona görə əksər dünyanın orduları keçir həmin o formata. Hətta Azərbaycan ordusu da görürsünüz ki, 44 günlük savaş və ondan sonra gəlir tam səmimi deyə, Ermənistan yox, Rusiya hərbi doktrinasını darmadağın elədi Qarabağda. Həmin Rusiyada indi Ukrayna bataqlığında yeni döyüş növlərini və taktikanı öyrənir. Yəni belə bir nəticə. Kim bu yeni döyüş doktrinanı öyrənib və silahlanıbsa ona uyğun, o da yeni düzəndə formalaşdırmağında iştirak eləyəcək öz regionlarında. Hətta mən sizə deyim, bu İranın bu vəziyyətə salınmasının bir tərəfi də var, hansı ki az danışılır. İranı deyəsən tam məhv eləmək rejimi hələ ki alınmadı. Yəni bu ölkəni quru əməliyyat keçirdib, hakimiyyət dəyişmək alınmadı. Sadəcə olaraq köhnə sənaye, köhnə hərbi doktrinaya uyğun olan zavod, fabriklar hamısı dağıdılır və yerində yenə də biz Ukrayna təcrübəsini görürük, Rusiya təcrübəsini. Yeni doktrinaya uyğun olan sənaye yarana bilər, ordu yarana bilər. Ələlxüsus İranın proksi məsələsində böyük təcrübəsi var və bəlkə də ölkədə, dünyada ən birinci bu proksi sisteminə keçən ölkələrdən biridir. O baxımdan mən baxıram ki, elə Amerika Birləşmiş Ştatları İranı təhdid kimi saxlamaq istəyir və İranda bu vəziyyətdə ən radikal qüvvələr hakimiyyətə gəlib. Xalq da birləşib, yəni bu çətin gündə bu psixoloji olaraq həmişə elədir. Bütün narazı qüvvələr əksinə hakimiyyətin ətrafında birləşir. Yəni o baxımdan mobil qruplar, mobil siyasət yeridən dəstələr yeni düzənin, köhnə düzənin dağıdılmasında, yeni düzənin formalaşmasında əsas iştirakçı qüvvələr olacaq. Rizvan bəy, burada İranın apardığı bu müharibəni bir çoxları təhlil edərkən qeyd edirlər ki, yəni bu İranın o qədərmi öz ağlıdır, yoxsa bu, misal üçün, İran, məsələn, Trump qeyd edir ki, biz gözləmirdik Körfəz ölkələri vurulacaq, amma Körfəzi vurdular. Hizbullahı gözləmirdilər. Hizbullah sonra məlum olur ki, İran əvvəlcədən gedib Hizbullahı yenidən mobil qruplar formasına formalaşdırıb 100 zabitlə gedib orada işlər görüblər. Husilər faktoru var idi. Yəni, sanki İsrail qeyd edirdi, orada bir neçə dənə aviabomba atmışdı, deyirdi Husilər məhv olub. Məlum oldu ki, Husilər tamamilə fərqli cür çıxdı ortalığa. Məsələn, quru əməliyyatlar deyirlər, hansısa adanın götürülməsi ilə bağlı Küveyt məsələsi var, bir addımlığındadır. Yəni Küveyti bir qaşıq suda boğa bilərlər. İstər İraqdan gələcək qruplar, istər İranın özü. Faktiki olaraq təhdid var. Bəhreyn var. Bəhreyn əhalinin böyük hissəsi şiələrdən ibarətdir. Bir krallıq var. O krallığın müvəyyir gəlmişəm. Daxildə artıq mitinglərin olması ilə bağlı da məlumatlar gəlir Bəhreyn məsələsindən. Yəni bu qədər effektiv. Sizcə bu təkcə İranın mı ağlıdır, yoxsa burada? Çünki bu sualı çox verirlər. Yəni çünki bunlar reala baxanda o qədər dəqiq işlənir ki, məsələn, bunun bir dənəsi olmasa, misal üçün Husilər olmasa Səudiyyə Ərəbistanı mütləq şəkildə müharibəyə qoşulardı. Və yaxud da ki, Hizbullah olmasa İsrailin məsələn qüvvələri iki yerə parçalanmazdı. Və yaxud da ki, digər məsələlər. Siz necə düşünürsünüz? Yəni bu əslində bu düzən son 30-40 il ərzində, əsasən 20 il ərzində formalaşıb. Burada İranın böyük rolu var. Dediyim kimi İran proksiləri elə yerləşdirilib ki, şahmat oyunu kimidir. Yəni İsrailin
Səudiyyə Ərəbistanının arxasında şimalında, cənubunda bu qüvvələr formalaşdırılıb. Qırmızı dəniz və Bab-el-Məndəb boğazının ətrafında ki, daimi bu İsrail üçün və Səudiyyə Ərəbistan üçün təhdid olsun. Və burada bilirsiniz, Çin faktoru da var. Gəlir etiraf eləyək ki, bu oyunun arxa pərdəsi də, pərdənin arxasında duran bir güclü dövlət Çindir. Hansı ki, bax, indi də görürük ki, silah-sursat, hərbi təchizat, kəşfiyyat məlumatı təchizatında Çin, istər Rusiyada var, sözsüz ki, və əsasən oyunun aktiv fazaya indi gələn Çindir. Və əgər kiminsə Amerikada proqnozları var idi ki, İran həmən darmadağın olunacaq, amma bəlkə siz də baxmışsınız, son həftələr Amerikanın konqresində maraqlı bir dinləmələr keçirilir. Bütün güc strukturlarının rəhbərləri, hətta ANB dillərdə Amerikanın təhlükəsizlik sisteminin rəhbəri Tulsi Gabbarddır, bir cavan bir qadındır. Gördünüzmü onu nə günə qoydular konqresmenlər ki, bəs siz bu İranın gücü ilə bağlı, Fars körfəzində gedən proseslərlə, proksi ilə bağlı siz məlumatlar verirdiniz prezidentə ki, mümkünsüzdür bu döyüş əməliyyatı aparmağa və hansı ağır vəziyyətdə idi həmin o kəşfiyyat qurumunun rəhbəri deyən verdi ki, bəli, bir tərəfdən deyirdi, məlumatlandırır o, ikinci tərəfdən bəlli olurdu ki, qərar qəbul etmə mərhələsində heç bir rolu yoxdur bu həmin güc strukturları. Onda sual ortalığa çıxır, bəs hansı səviyyədə qərar qəbul olunur? Üzr istəyirəm, Donald Trump kimlərlə məsləhətləşir ki, bu qərarları qəbul eləyir? Bəlkə burada dediyim kimi transmilli şirkətlərin maraqları var, hansılarla ki, ənənəvi dövlət formatı deyil də burada. Məsəl üçün, ölkə rəhbəri toplayır təhlükəsizlik şurasını, güc strukturları ilə məsləhətləşir, kəşfiyyat filan şey deyir, ordu bəhmən şey deyir və ümumi qərar qəbul olunur. Burada biz görürük ki, qərar qəbul olma ərəfəsində güc strukturlarından heç kim heç nə soruşmur. Yeganə icra edən o Kütbeyin Müdafiə Nazirliyi deyir də, müharibə adı dəyişib, müharibə naziri olan Pete Hegsethdir. O da hiss olunur ki, Kütbeyin də sözün əsl mənasında. Bir lomdur da, icraçı bir mexanizmdir. Burada nəticə bizim üçün hasil olunur ki, yaxın şərqi hər tərəfdən yandırırlar. Şuurlu olaraq söz demişkən, nəyə görə? Yaxın şərq enerji təchizat baxımından istər Çin üçün, istər Avropa üçün mühüm rol oynayır. Amma ən çox zərbə altında Avropa qalır. Və elə bir, bilmirəm, bu şuurludur Amerika tərəfindən, bu bataqlıqda, yəni bu alovlanır bu müharibə, bu bataqlıqda ən çox əziyyət çəkən yaxın şərqi ölkələridir və Amerikanın müttəfiq olan ərəb monarxiyalarıdır və Amerikanın ən yaxın müttəfiqi İsraildir. Yəni İsrail indi daha çətin təhdid, üç tərəfdən İsrail zərbələr yendirilir. Həm İran tərəfdən, həm Livan tərəfdən, həm də Xusilər, Yəməndən Xusilər tərəfdən. Və hədəf bir dənədir də, əgər İran həmçinin də ərəb ölkələrini vururdu, həmçinin. Burada mən başa düşürəm ki, Xusilər vuracaq iki istiqamətdə. İşte birdən Səudiyyə Ərəbistan ağlına başqa bir işlər gəlsə, Xusilər həm Səudiyyəni vuracaq, həm də İsraili vuracaq. Livandakılar mütləq olaraq İsraili vuracaq. Və bu balaca İsrail ölkəsinin ərazisi də kiçikdir və çox əhalisi böyükdür. Yəni bu humanitar krizisə gətirib. 100 minlərdə İsraillilər tərk eləyir öz ölkəsini, köç eləyirlər. Bəlkə elə məqsəd də budur, bilmirəm. Maraqlıdır, maraqlı yanaşmadır. Rizvan bəy, Avropa məsələsinə gələndə onsuz da məsəl üçün Avropalılar qeyd edirlər ki, yaxın şərqdə gedən müharibə bizə aidiyyəti yoxdur. Bizim müharibəmiz deyil. Trump da qayıdıb deyir ki, Ukraynada gedən müharibədə mənim müharibəm deyil. Gedin özünüz nə bilirsiniz, onu deyirsiniz. Burada əsas məsələ nədir? Avropa ilə Rusiya hansısa bir formada anlaşa bilərlərmi? Çünki maraqlı biz bir neçə ölkədə nəyin şahidi olduq? Məsələn, bir çox içində böyük ölkələr də var, kiçik ölkələr də var. Məsəl üçün, yanacaq doldurma məntəqələrində uzun növbələrin olduğu, yanacağın olmaması ilə bağlı məsələlər var, sıxılmış qazlarla bağlı məsələlər var, qaz məsələsi var və Rusiya aprelin 1-dən düz 4 ay müddətinə ümumiyyətlə qazın ixracatını tamamilə dayandırır. Və bu böhrana gətirib çıxardacaq. Yəni, sanki bilərəkdən bəzi ölkələr həm də bir böhranlı vəziyyətin yaranmasında maraqlı göstərir. Avropa nə edəcək? Avropa ümumiyyətlə Amerika, yəni bir çox ölkə anladı ki, Amerika onları istənilən vaxt xərcləyə bilər.
Yəni yenidən Rusiya ilə qayıdıb anlaşa bilərlərmi? Və anlaşsalar nə baş verə bilər? Və əgər bu anlaşsalar NATO nəyə lazım olacaq? Tamam, NATO tam iflasa uğradı. Yəni İran savaşı ətrafında biz gördük ki, Avropa əslində ağla batan bir şeydir. Güya Avropa iştirak edib nəyə dəyişəcəkdi? Güya bundan sonra Trump'ın pozisiyası yumuşalacaqdı mı Avropa ilə bağlı? Yox. Ona görə nə Fransa, nə Böyük Britaniya ümumiyyətlə ikili oyun aparır, həmişəki kimi. Nə Almaniya, hətta İspaniya belə deyək də təhqir formasında tənqid etdi bu müharibəni və İranı dəstəklədi. Nəticə etibarilə biz görürük ki, bu keçid dönəmində Amerikada oturan transmilli maraqların məqsədi maksimum neft, qaz ehtiyatını nəzarətə götürməkdir və bunu birincisi Amerikanın yeni sıçrayış olacaq, yeni iqtisadiyyat forması, yəni 5-ci iqtisadiyyat inqilabı deyirlər də buna, biz onun əsnasındayıq, indi başlayır o, yeni texnologiyalar və s. Bunun üçün də enerji təchizatı təminatı lazımdır. Həm də konkurentlərin əlindən enerjini almalısan ki, onlar səni üstələməsin. Kimdir əsas konkurent? Çindir. Çin və Avropa. Ona görə Amerika maksimum Avropanı zəiflədir və bu kompozisiya var idi, dediyim kimi Rusiya, Çin və Avropa. Bunlar qəşəng əsasən son 25-30 ildə çox gözəl özləri üçün gün ağlamışdılar. Yəni Rusiya təchizatla məşğul idi, Çin istehsalatla məşğul idi, Avropa isə ucuz qiymətə alırdı və keyf eləyirdi. Və təhlükəsizliyini də Amerika təmin eləyirdi. Amerika təhlükəsizliyi məsələsini ortadan çıxardandan sonra bütün sxem dağıldı. İndi Avropa yüzlərlə, bəlkə minlərlə sanksiya qəbul edib Rusiyaya qarşı. İndi də Rusiya sanksiya tətbiq eləyir cavab olaraq. Avropa siyasi oyunçu deyil. Yəni Avropa hərbi siyasi gücü yoxdur, öz ayaqları ilə yerimirdi. İqtisadiyyatı güclü idi, amma hərbi siyasi baxımdan Avropa həmişə asıllı idi. Deməli Amerikadan və təchizat baxımından da Rusiyadan, neft, qaz və s. Burada deməli iki qütblü yenidən formalaşır. Necə ki 20-ci əsrin ortasından 2-ci Dünya Savaşından sonra iki qütb formalaşdı. Amerika və onun ətrafındakı olan ölkələr, SSR və onun ətrafında olan ölkələr və pis yaxşı nizam qurulmuşdu. Bu nizam pozuldu SSR dağılandan sonra və Amerika tam belə deyək, gücündən istifadə edərək özünə sərf edən bir düzen formalaşdırdı. İndi isə ortalığa Çin çıxıb, Çin güclənib. Çin bəlkə demərəm SSR rolunu oynayacaq. Nəyə görə? Çinin hərbi siyasi təcrübəsi yoxdur və dediyim kimi onların fəlsəfəsi imkan vermir ki, onlar güc vasitə, necə ki SSR gücdən, nüvə silahından falandan istifadə edirdi. Çin başqa yolla getdi, iqtisadi modelini ortalığa qoydu və bu iqtisadi model hamı üçün əlverişli oldu. Avropa üçün, Rusiya üçün və s. Və bu modellə qalib gəlir. Ona görə Amerika bu modeli dağıtmaq üçün onun dayaqlarını dağıtmalıdır. Neft, qaz təchizatı da onun dayaqları, Çin-Avropa münasibətləri də onun dayaqları və s. Bəli, burada faktiki olaraq Amerika şuurən Rusiyanı gücləndirir. Hətta İranı gücləndirir. İrandan sanksiyalar götürülür. İran son günlər 100 milyonlarla dollar pul qazanıb, hətta milyardlarla deyilənə görə, hətta o gün bir ekspert dedi ki, bu həftələr ərzində İran neft-qazdan qazandığı pul illik hərbi sənaye kompleksinin İranın qazandığı pul ilə bərabərdir. 14 milyarda. Yəni faktlara baxaq da, danışıqlara yox, sözlərə. Fakt olaraq Amerikanın siyasəti bizim Avrasiyada yeni bir güclər formalaşdırır. Amma necə? Bu güclər bir-biri ilə barışmaz müharibəyə girirlər. Nəyə görə bunu Amerika eləyir? Sırf bu vasitə ilə 1-ci və 2-ci Dünya Savaşı nəticəsində Amerika gücləndi. Avropa, Avrasiya bir-birini qırdılar. 1-ci Dünya Savaşı, 2-ci Dünya Savaşı. Sonunda Amerika gəldi ki, hamıdan ağıllı, sülh və yeni düzən verdi və bütün dağıdılmış ölkələri maliyyələşdirdi, oldu hegemon Amerika. Mən belə başa düşürəm ki, eyni taktikadan bu dəfə də istifadə etmək istəyirlər. Alınacaq, yoxsa yox, o başqa söhbət. Sizcə yenidən hegemon Amerika yarana bilərmi? Çünki məsələn, Körfəz məsələsində biz nəyə şahid oluruq? İran indiyənə qədər keçidlərdən pul almırdı, amma indi yuanla pul almağa başlayıb. Bu dollara da zərbə kimidir həm də. Siz necə görürsünüz? Ənənəvi dollar sxemini ilə Trump özü dağıdır.
əslində Trumpın Xi Jinpinglə aprelə planlaşdırılan indi maya keçirilən görüşünün məsələsi nədir? Faiz nisbətləri bölünməlidir ki, dünya iqtisadiyyatının maliyyə sisteminin formalaşmasında neçə faiz nəzarət Amerikada olacaq, neçə faiz Çində. Hələ ki bu bölgü baş verməyib və bütün baş verən savaşların əksəriyyəti sırf bu görüş ərəfəsindədir. Yəni İran ətrafında məsələ həll olunmasa, mən sözün efirdə də demişdim, Trump Xi Jinpinglə görüşməyəcək. Yadınızdadırsa demişdim, dəyişəcək görüş vaxtını. Ya İranda savaş qurtarmalıdır. Bu savaşın nəticəsi olaraq bəlli olmalıdır ki, yaxın şərqdə kim kimin yanındadır. Bundan sonra diz üstə Avropa çökməlidir. Bundan sonra Rusiyanın rolu bəlli olmalıdır. Bu bagajla Trump gedib Xi Jinpinglə görüşməlidir. Hələ ki bu məsələlər həll olunmayıb. Mən tələsmirəm deməyə ki, bu dəfə də Amerika necə ki 1-ci və 2-ci Dünya Savaşı nəticəsində istədiyinə nail oldu. Bu dəfə də nail olacaq. Nəyə görə? Hələ ki Amerikanın gedişatları mənə taktiki, heç əməliyyat yox, taktiki gedişatları oxşuyur. Belə böyük, dərin bəlkə strategiya var, amma mən hələ onu görmürəm. Doğru. Rizvan bəy, biz bir məlum məsələ var. Həm də İranın da bir qırmızı xətti dediyi Ermənistan ərazisindən keçəcək o yol məsələsində və o trip bir layihəsi yaranmışdı. Bunun taleyi necə olacaq? Ümumiyyətlə bizim regionun taleyi necə olacaq? Çünki faktiki olaraq biz nəyin şahidi oluruq? Nə Azərbaycan, nə ümumiyyətlə Cənubi Qafqaz ölkələrini, nə İsrail, məlum oldu ki, nə də Amerika bunların ümumiyyətlə təhlükəsizliyinə heç kim qarantiya verə bilməyəcək. Mümkün variant deyil burada. Yəni bir tərəfdə İran, bir tərəfdə Rusiya faktiki olaraq və Xəzər dənizi də vurulduğuna görə bunun mütləq şəkildə hesabatı sorulacaq. Yəni niyə görə ölkələr, çünki mən bildiyim qədərilə artıq İran tərəfi bir çox ölkələrə məlumat verib və yaxud da ki, bir çox ölkələrdən tələb edir ki, niyə görə Xəzərlə bağlı? Çünki Xəzər məlum qapalı bir hövzədir. Xəzərdə vurulan məsələlərlə bağlı niyə görə o bir ölkələrdə səs çıxartmırlar? Yəni bu müharibə bitsə də bu regionla bağlı gərginlik bitməyəcək. Yəni hiss olunan budur. Ümumiyyətlə layihənin taleyinizi görürsünüz. Rusiyanın və İranın bu regionla bağlı planları və proqramları nələr ola bilər? Mən bir haşiyə çıxım, Səxavət bəy. İndi tripdir. Əslində Zəngəzur dəhlizi deyək, Zəngəzur yolu deyək. Bu layihəni mən birinci harda tanış olmuşdum? Başqa adla. Çox da açıq bu paylaşılmışdı 2020-ci ilin yanvarında. Yəni 44 günlük savaşın hələ 6-7, hələ 10, belə deyək, 9 aya yaxın vaxt BRICS ölkələrinin zirvə toplantısından sonra, bilirsiniz, BRICS-in də əsas yaradıcısı Çindir. Zirvə toplantısından sonra bir xəritə paylaşılmışdı. Elə o xəritədə Avrasiyanın üzərindən gedən bütün işləyən və inşa olunan gələcəkdə yollar və nəqliyyat sistemi göstərilmişdi. Və orada açıq 2020-ci ilin yanvarında bizim regionda olan yeni yollar, onun içində də Zəngəzur yolu punkti ilə göstərilmişdi ki, tikiləcək. Orada Qarabağda bəzi yol və infrastruktur layihələr göstərilmişdi. Hətta İran-Azərbaycanla bağlayan bir projelər və s. Onda mən fikirləşdim ki, hər halda BRICS-də iştirak edən ölkələr zəif ölkələr deyil. Amma orada kim yoxdur? Orada yoxdur Amerika Birləşmiş Ştatları. Yəni Amerikanın maraqlarında bu gedişat işləmirdi. Çin, Rusiya və s. sövdələşmişdi və 44 günlük savaşdan da sonra biz gördük ki, həmin o vaxtı planlaşdırılan bu Zəngəzur yolunun tikintisində təhlükəsizliyinin təminatçısı da Rusiyadır. Yol maraqlı Çin üçün, Çin-Avropa maraqlıdırlar, amma təhlükəsizlik təminatı üç tərəfli bilirsiniz bəyanat var idi. İstər 2020-ci ilin 10 noyabrı, istər yanvar 21 və s. Rusiya bu işi bacarmadı. Rusiya getdi 2022-də ilişdi Ukrayna bataqlığına müharibəyə. Sonradan Trump gələndən Trump birinci olaraq nə etdi? Həmin bu hələ tikilməyən, amma planlaşdırılan yolu keçirtdi nəzarətə. Ermənistan vasitəti ilə 8 avqust keçən il 2025-ci ildə bu sövdələşmə imzalandı Azərbaycan, Ermənistan rəhbərləri və Amerika Birləşmiş rəhbərləri. Yəni burada da Çinin yolunu Amerika faktiki olaraq kəsdi. Trip o demək deyil ki, mütləq tikilməlidir. Trip o deməkdir ki, Amerikanın nəzarətinə keçdi və sabahları ha vaxtsa dünya düzəni
formalaşanda bəlkə də həmin o maydakı keçirilsə Xi Jinping Trump görüşündə bu nəfəslikdir. Yəni hələ ki düzdür vacibdir, amma nəfəslik rolunu oynayır. İşti Fars körfəzində, Qırmızı dənizdə bütün nəqliyyat yolları dağıdılsa, onda ən güclü alternativ Zəngəzur yolu olur və bu Zəngəzur yolunun projenin nəzarəti kimdədir? Amerika Birləşmiş Ştatlarında. Yəni burada da görürük ki, əslində bizim region üçün əlverişlidir vəziyyət və hamı istəyir, böyük qüvvələr istəyər ki, burada stabillik olsun. Yəni fərq nədir? Yaxın Şərqdə, Ukraynada və s. yetkin mövqeyi yoxdur. Bir tərəf savaşmaq istəyir, o birisi tərəf istəmir və s. Amma bizim regionla bağlı hər halda yetkin mövqeyi var. İstər Amerika Birləşmiş Ştatları, istər Avropa, istər Çin, hətta Rusiya, hətta İran hamısı anlayır ki, bizim region yeganə nəfəslik olacaq. Həm nəqliyyat, həm başqa məsələdə. O baxımdan çox gözəl perspektivlər var. Amma bu perspektivlər açılacaq. Yəqin ki, Trump-Xi Jinping görüşü mayda keçirilsə, yayda və s. biz görək ki, yolun tikintisi ilə hansı aktiv faza? Aktiv faza başlamalıdır hər halda. Bir də bir şeyin şahidi oluruq ki, bu yolla bağlı Azərbaycandan başqa demək olar ki, heç bir ölkə bir iş görməyib. Faktik reallıq bundan da bunu da demək lazımdır. Üstəgəl Ermənistanda da bir seçkilər məsələsi var. Paşinyan da dolayısıyla Azərbaycanla Türkiyəni belə şantaj edir ki, yəni mənə dəstək verin, yoxsa mən getsəm mənim yerimə gələnlər sentyabrda müharibə aparacaqlar. Yəni faktik olaraq Azərbaycanla Türkiyə şantajı ilə məşğuldur. Ümumiyyətlə Ermənistanda siz nə görürsünüz? Yəni bu Paşinyan qala biləcəkmi? Paşinyan qala bilsə nə olacaq? Qalmasa nə baş verəcək? Ümumiyyətlə o Köçəryan, çünki vahid lider səhv eləmirəmsə odur. Yəni bütün partiyalar onu dəstəklədi və o da birbaşa Rusiya tabedir. O Paşinyanın imzaladığı bu layihə ilə bağlı reaksiyası necə olacaq? Yəni bu sanki o Ermənistandakı seçkilərdən də bir bəzi şeylər asılıdır. Bəli, sözsüz ki, bu seçkilər həm yay, yəni yay ərəfəsi həqiqətən isti olacaq Ermənistan üçün. Və hamı gözləyir ki, bu Zəngəzur dəhlizinə, yoluna maya buraxmaq üçün stabillik lazımdır. Bu stabilliyin də təminatçısı indiki hakimiyyətdir. Hansı ki maraqlıdır. Yəqin ki, qalib gəlmək şansları böyükdür. Hər ehtimal biz görürük ki, Paşinyan qalib gələcək. Konstitusiyada sonra referendum məsələsi var. Onu da gözləməliyik ki, dəyişikliklər. Bu siyasi proseslər nəticəsində ona görə mən deyirəm ki, yayda bu siyasi proseslər müsbət biz istədiyimiz Azərbaycan, Türkiyə və tək biz yox, Avropada, Amerikada bunu istəyir. Müsbət formatda biz istədiyimiz kimi davam etsə, onda bilirsiniz, pul da ayrılacaq. Bu Zəngəzur yolunun tikintisi üçün deyilənə görə güya 300 milyon dollarlıq pul lazımdır və yaxud biraz çox. Bunun 150 milyon dollarını vəd eləyib Amerika. Həmən Trump deyib ki, 150 mənimdir. Qalanını da Avropa verməlidir. Avropada gözləyir ki, seçkilərlə nəticə verəcək. Yəni Rusiyadan da çəkinir biraz Avropa. Ona görə ki, bu məsələdə itirən Rusiya daxil. Həm İran itirdi, həm Rusiya, həm Çin də əslində keçdi belə də. Yolu tikmək problem deyil. Birisi də qəpik quruşdur. 44 kilometri, 42 kilometri yol nə var tikməyə? Amma həmçinin də Türk dövlətlərini gücləndirir və ona görə bir mənalı baxmırlar. Məsəl üçün bizi sevməyən elə həmin Rusiya, İran və heç də Avropa, onlar da bir tərəfdən qalıb seçim qarşısında. Ya bunlar məcburdur Turan projesini gücləndirməyə, amma başqa yolu yoxdur. Özlərini xilas etmək üçün, öz enerji dəhlizlərini stabil yaratmaq üçün məcburdurlar Zəngəzur yolunu tikməyə, həmçinin də Turanı gücləndirməyə. Bax, mən bilən əsas çox danışılmayan da məsələ budur. Tək Zəngəzur yolu yox, həm odur ki, Turan yolu açılır, Türk dövlətləri güclənir və bu prosesi kim idarə eləyəcək? Hansı böyük dövlətlər necə idarə eləyəcək? Bu gələcəyin işidir, amma dediyim kimi gedişat odur ki, məcburdurlar. Ya bunlar enerji təminatını, yəni Avropa və Çin mal mübadiləsini dayanıqlı təmin etməlidirlər. O da dənizlər üzərindən mən illər boyu yadınızdadır deyirəm də, qəsdən dağıdılır dənizlər üzərindən qurulan tranzit yollar. Məcburdurlar quru ilə, o da yeganə ən baha da olsa, ən əlverişli yol, sabit yol elə Xəzər yanı, yəni Azərbaycan, Ermənistan
bəlkə də Gürcüstan, Türkiyə üzərindəndir. O baxımdan bəyənməsələr də bizi gücləndirməyə məcburdurlar özlərini xilas etmək üçün. Bu da yeni düzən. Rizvan bəy, bizim cəmiyyətdə danışılmayan digər mövzu ilə bağlı bir son olaraq fikrinizi almaq istəyirəm. Bizdə mən həmişə bu fikri özümdə belə bir qərara gəlmişdim ki, biz Cənubi Azərbaycanlıları tanımırıq. Yəni nə mənada? Biz bilmirik onlar nə istəyir. Yəni biz elə fikirləşirdik ki, orada hansısa bir qeyri-adi hadisə baş versə, onlar bizim insanlara belə yerirdilər. Amma əslində biz bilirik bu məsələ həm də hardan gəlir. Bu fikirləri danışanda deyirlər ki, nə bilim harasa işləyirsiniz, nə bilim nə edirsiniz. Reallıq başqa şeydir. Və əsas məsələ nədir? Biz Cənubi Azərbaycanla bağlı mən düşünürəm ki, şəxsi fikrimdir. Bizim jurnalistlər, içi elə mən qarışıqlı və yaxud da ki, hətta deyərdim siz qarışıqlı. O ərazidə olmalıydıq, orada olmalıydıq, o Təbrizdə, Ərdəbildə olmalıydıq. Çünki belə vaxtlarda xatırlayırıq da bizim öz müharibəmizdə də, dünyada baş verən müharibələrdə də jurnalist tayfasıdır. Bu tip adamları görəndə insanların yadında daha çox qalır. Amma bu müharibə həm də sizə elə gəlmirmi ki, Cənubla bura arasındakı ipləri qırır? Deməli, çox gözəl tərzdə qoydunuz sualı. Əslində, bəli, heç olmasa hərbi jurnalistlər gedib iştirak edə bilərdi və mən bildiyimə görə elə biri bizim yaxın dostumuz Həmid Hərisçi hərbi jurnalist olmasa da getdi və qayıtdı. Sonra CBC-də işləyən şərqşünas Ruslan cavan bir oğlan da oldu, getdi və qayıtdı. Maraqlı da intervyular verirlər. Yəni biri Rus dilində verir, biri Azərbaycan dilində verir ki, nələr görür, nələr baş verir. Bəli, bəzi ipləri qırır bu. Bilirsiniz, bizim son əsasən 30 ildə belə bir fikir formalaşmışdı ki, mütləq olaraq Azərbaycan və cənubdakı qardaşlarımız mücadilə apararaq birləşməlidir. Böyük bir dövlət yaranmalıdır. Burada həm türkçilik, həm milli konsepsiyadan çıxış edən 90-cı illərdə bilirsiniz də həm Elçibəy dönəmində, həm ondan sonra formalaşan ideyalardır. Türkiyədən də dəstəklənirdi və əsasən İsraildən. Bu İsrailin milli maraqlarına işləyirdi ki, həmişə düşmanı olan İranın arxasında, içində bir problemlər, şimal sərhədlərində problem olsun. Bu düzən dağıdıldı. Yəni bu İran ətrafında gedən müharibə həmçinin də tək İranın yox, həm də İsrailin bəzi ümidlərini dağıtdı. Ona görə ki, istənilən müharibə, İranda gedən müharibə nəyi göstərir? Həmçinin də əsas vurulan Azərbaycan şəhərləridir. İsrail-Amerika zərbəsi altında qalan Təbrizdir, paytaxtımız, Urmiyadır, başqa şəhərlərimizdir. Bu da heç də orada yaşayan Azərbaycanlıları o ənənəvi layihələrə dəstək verməyə sövq etmir. Əksinə, hökumətin ətrafında birləşməyə sövq edir. Dəyişən nisbət budur. Amma yenə də mən heç şübhə etmirəm ki, bir müddət keçəndən sonra müharibə qutaracaq. Bugünü var da, bugün sabah ha vaxtsa ümid eləyək ki, İran ətrafındakı bataqlıq Ukrayna bataqlığına çevrilməyəcək. Baxmayaraq ki, orada da, burada da prezidentlər, Rusiya prezidenti deyir ki, müharibə deyil, xüsusi əməliyyatdır, hərbi əməliyyatdır. Trump da deyir ki, bu İranda müharibə deyil, xüsusi əməliyyatdır. Nəsə tanış gəlir də bu sözlər. Amma ümid eləyək ki, İran ətrafında aktiv, düzdür, savaş davam edəcək illər boyu. Yəni, aktiv faza dayansa, İran hakimiyyəti içində də ciddi problemlər olacaq. Yəni, indiki Sepahın güclənməsi hələ bilinmir bu hara gedib çıxacaq və İran içində başqa qüvvələr heç də razı deyil ki, Xamneyinin oğlu Moçtaba hakimiyyəti əlində formalaşdırır. Və burada milli düşüncə deyirik də, yəni ümum-türk projesinin içində iştirak etmək istəyən Cənubi Azərbaycanda olan siyasi qüvvələr aktivləşsə, biz onda başa düşərik ki, İranın gələcəyində, yəni hansı formatda Cənubi Azərbaycan bizim layihələrdə iştirak edə bilər. Bəlkə işdir, düzdür, onu mən proqnozlaşdıramıram hələ. İşdir, ola bilər, İran parçalansa nə olacaq? Bu bizim üçün hansı təhdidlər və əksinə hansı preferensiyalar verir? O baxımdan hələ ki, bu müzakirə mövzusudur, amma mənə görə bilirsiniz, mən o Gela Vasazanın da efirində dedim, gəlir bunu Azərbaycan dilində də deyək, millətlərdən, milli düşüncədən başqa arxetip düşüncələr var. Arxetiplər nədir? Məsəl üçün,
biz görürük ki Azərbaycanda neçə dənə fərqli düşünən toplumlar var. Hamımız Azərbaycan dilində danışırıq, eyni mətbəx, eyni musiqi falan. Amma bölgələrdə bölgələşmə var da. O da dərin kökləri var da. O Sovet vaxtı formalaşmayıb ki. O min illərdir içimizdə gələn və tək Azərbaycanda deyil, bütün dünyada istənilən ölkələrin içində arxetiplər var. Bax, bizlə də, həmçinin də İran Azərbaycanlıların arasında prinsipial fərqlər var və həmişə də olub. Baxmayaraq ki, ümumi din, dil, mədəniyyət, yəni dünyaya baxış, siyasətə baxış bizdə biraz fərqlidir. Bizdə formalaşan, Şimal Azərbaycanda formalaşan dövlətçilik parametrləri həmişə fərqlənib cənubdakindən. Və o baxımdan mən görmürəm ki, bu min illərdir Cənubi Azərbaycanda formalaşan arxetiplər həmən ərisin və bizim arxetipə tabi olsun. Əksinə prosesləri biz görürük və tarix onu göstərib. Ona görə çox mürəkkəbdir məsələ. Mən onun tərəfdarıyam ki, maksimum Cənubi Azərbaycandakı qardaşlarımız federativ dövlət yaratsın və İran parçalanmasın və söz sahibi Təbriz olsun. Yəni Tehran yox, siyasi baxımdan Təbriz olsun. Bəli, bu bizim üçün daha əlverişli olacaq. Nəinki o ölkənin parçalanması və Suriya, İraq, Əfqanistan formatında xaos ərazisinə çevrilməsi. Rizvan bəy, sizə təşəkkür edirəm, minnətdaram. Amma onu da əlavə eləmək lazımdır ki, həqiqətən də bəzi şəxslərin dili ilə söhbət ümumi bütün mətbuatı da deyə bilmirəm. Çünki bəzi mətbuatlarda, misal üçün biz adi laf götürək də, mənim bu kanalda obyektiv olmağa, maksimum obyektiv olmağa çalışırıq da. Amma bəziləri var ki, faktiki olaraq elə bir vəziyyət yaradıblar ki, təhqirlər, falanlar. Yəni orada da baxanlar var. Bunların hamısını görürlər və bəziləri qeyd edirlər ki, bəs siz qardaş deyirdiniz, bəs nə? Yəni onlar bu fikirdə olurlar ki, məsəl üçün müharibə vaxtı qardaşın yanında olardı, dinc vaxtı qardaşın yanında olmaya da bilər. Yəni bu müharibədir. Yəni sanki burada bəzi qruplar var ki, maksimum çalışırlar ki, parçalasınlar. Yəni sabahları onlar bizim adımızı eşidəndə onlar nifrət eləsinlər, biz onların adını eşidəndə onlara qarşı nifrət yaradıq. Bunu sezirəm, amma bilmirəm. Yəni sübutum yoxdur əlimdə, amma hiss edirəm ki, belə bir proses gedir. Bilmirəm siz necə görürsünüz. Amma hər halda sizə təşəkkür edirəm, vaxt ayırdınız və geniş şəkildə həm bütün istiqamətlər üzrə bütün sualların hamısına geniş şəkildə cavab verdiniz. Təşəkkürlər. Son olaraq Sahabət bəy, hər halda öz fikrimi bildirim. O dediyiniz problem həmişə var. Bilirsiniz, insan seçimini ürəklə eləyir. Ürək, qəlb nə deyirsə, mən nəyisə sevirəmsə, ondan sonra mənim ağlım tabi olur qəlbimə və əsaslandırır ki, bu yaxşıdır. Əks tərəfdə nə baş verir, həmişə pisdir. Həmin adamların lentlərini də görürük də. Məsəl üçün, əgər həmin toplum İranı sevmirsə, bütün xəbərlər ondan ibarətdir ki, İran darmadağın oldu. Və yaxud əksinə, İsraili sevmirlərsə, bütün onların xəbərləri ondan ibarətdir ki, İsrail darmadağın oldu. Ona görə o qüvvələr əfsuslar olsun, ancaq dağıdıcı qüvvələrdir. İki qütbdür. Mənim üçün heç bir fərqi yoxdur. İran sevənlər olsun, İsrail sevənlər olsun və s. Bunlar milli təhlükəsizlik baxımından ciddi təhdiddir və istəyir içəridə, istəyir qıraqda olan qüvvələr böyük məmnuniyyətlə bunlardan istifadə edir. Və heç vaxt da biz bu adamlara sübut eləyə bilmərik ki, sizi istifadə eləyirlər. Ona görə ki, ağıl qəlbə tabidir. Qəlb də seçmini eləyir. Doğru. Bir də izləyicilərdən də üzr istəyirəm. Yəni bronxlarımda problem oldu. Arada öskürək tutdu. Ona görə də bir daha üzrlü sayısınlar hər kəsə. Çox sağ olun, var olun. Var olun, Rizvan bəy. Təşəkkür edirəm. Sağ olun, əsasda sağlam olun.